qarşısında canını qurban vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. İndi isə müstəqil Azərbaycan Respublikasının dövlət himni səslənir. Çok hörmətli qonaqlarımız, əziz valideynlərimiz, əziz müəllimlər, şagirdlər. Oxu gününə həsr olmuş Kitabların Sehri adlı tədbirin iştirakçıları adına hər birinizi salamlayır və sizi bu gözəl gündə Kitabların Bayramında görməkdən çox şad olurum. Bugün bütün dünyada kitap ve müəllif hüquqları kimi qeyd olunur. Gəlin bugünün tarixine kısaca bir nəzər salaq. 1995-ci ildə UNESCO-nun baş konferansında aprelin 23-ünü kitap ve müəllif hüquqları günü kimi qeyd etmək təsdiq olunmuşdur. Nəyə görə məhz aprelin 23-ü? Çünki həmin gün dünya şöhrətli dramaturglar William Shakespeare, Miguel de Cervantes və adını çəkə bilmədiyimiz digər yazıcılar, şairlər eyni bir gündə bu dünyadan köçmüşlər. Onların xatirəsini əbədiləşdirmək məqsədi ilə 23 aprel Kitab Bayramı, Kitab Günü, Oxu Günü, müəllif hüquqları günü kimi qeyd olunmaq qərarlaşdırılmışdır. 1996-cı ildə dünyanın əksər ölkələrində, 1997-ci ildən etibarən isə Azərbaycanda hər il bugün təntəratla qeyd olunur. Hər yerdə kitab festivalları, kitab sərgiləri, kitaba aid ədəbi bədii tədbirlər keçirilir. O cümlədən bizim məktəbimizdə də ənənəvi olaraq aprelin 23-ü Kitab Bayramı kimi qeyd olunur. Həmin günün qəhrəmanı sanki kitablar olur. Hər yerdə kitablardan danışılır, kitabların əhəmiyyətindən söz açılır, insanlar bir-birinə kitab hədiyyə edirlər və s. Həqiqətən də kitablar bu hörmətə, bu haqqa layiqdirlər. Çünki kitablar insan həyatında çox böyük rol oynayırlar. Bəzən bir kitab bir insanın həyatını belə dəyişməyə qadirdir. Kitabları müəllimlərə bənzədirlər. Şairin sözü ilə desək, kitab böyük müəllimdir. Sinəsində min aləm var. O səni bir
insan kimi gah güldürər, gah ağladar. Dili yoxdur, o danışır, hər bir şeydən xəbər verir. Ata kimi sənə bəzən kitab doğru yol göstərir. Bu dünyanın hər sirrini bizə deyir bu kitablar. Ömrümüzün yollarına yol çizir bu kitablar. Kitablar haqqında daha çox sözlər, xoş sözlər demək olar. Yəni kitablar ötən əsrlə gələcək nəslin arasında sehirli bir körpüyə bənzəyir. Kitablar insanların uzun, qaranlıq həyatında möcüzəli, sehirli bir çırağa bənzəyir. Və bu günün dediyimiz kimi məqsədi insanlarda, xüsusilə gənc nəsildə, yetişməkdə olan gənc nəsildə, uşaqlarda kitaba olan məhəbbəti, kitaba olan marağı artırmaqdır. Yəni, məqsəd odur ki, insanlar daha çox kitab oxusunlar, kitabla dost olsunlar. Düzdür, indi informasiya daşıyıcılarının sayı bir qədər çoxalıb, kitabların əhəmiyyəti bir qədər ləngisə də, amma kitablar ən doğru, ən etibarlı informasiya daşıyıcılardır. Yəni, əsrlər keçir, zamanlar dəyişir, yenə də o insanların ən yaxın dostu sirdaşıdır. Və kitab oxumaq insanların dünya görüşünü formalaşdırır. İnsanların, uşaqların, xüsusilə də gənclərin söz ehtiyatını çoxaldır, onların ünsiyyət qurma bacarığını təkmilləşdirir, onların danışıq qabiliyyətini gözəlləşdirir, yazı qabiliyyətlərini formalaşdırır və s. Yəni, insanları mütaliə mənəvi cəhətdən zənginləşdirir. Hər halda mütaliəçi bir insandan, yəni mütaliə heç ömründə kitab oxumayan bir insanın məncə danışığı, dünya görüşü arasında fərq olur. Ona görə də deyirik ki, mütaliə insanları kamilləşdirir, mənəvi cəhətdən zənginləşdirir. Əziz valideynlər, əziz uşaqlar, məktəbimizin qəşəng zəngin kitabxanası var və 6000-dən çox ədəbiyyat onları var və sizə tövsiyə edirəm, məsləhət edirəm ki, uşaqlarınız kitab götürəndə onların evdə oxuması üçün şərait yaradır. Düzdür, əksəriyyəti yaxşıdır, valideynlər dəstəkləyirlər. Amma bəzən görürsən, uşaqlar kitabları qaytaranda deyirlər ki, valideynin icazə vermədi oxumağa, dedi ki, dərslərinizi oxuyun. Yəni, yardımcıda olsun ki, insan olmaq ən vacib amildir. Yəni, kitabları oxumaq, insan kimi formalaşmasında, şəxsiyyət kimi formalaşmasında çox böyük rol oynayır. Bu bizə bu qədər fayda verən, xeyir verən bu kitablar bəs necə ərsəyə gəlirlər? Gəlin onun üzərində biraz düşünək. Bu kitabları yazan insanlar var. Bu kitablar insan beyninin, insan zəkasının məhsuludur. Və bu kitabların üzərində yuxusuz gecələr var, çox gərgin zəhmət, əmək var. Bugün biz o zəhmət sahiblərinə, o gərgin əziyyətli sayəsində uşaqlar üçün sevimli şeirlər, hekayələr yazan və hal-hazırda Azərbaycanda uşaq ədəbiyyatı bir qədər azdır, bizdə demək olar uşaq ədəbiyyatının yaradıcıları bir qədər azdır. Belə bir dövrdə uşaqları nəzərə alan, onların psixologiyası ilə yaxından tanış olan, onların ruhunu oxşamağı bacaran, onlar üçün şirin şəkər hekayələr, şeirlər yazan gözəl bir xanımı, yazıcı, Mehriban xanım Nağıyevanı bugünkü oxu günümüzdə kitab bayramımıza dəvət etmişik. Və dəvətimizi qəbul edib gəldiyinə görə çox təşəkkür edirik. Çox sağ olun Mehriban xanım. Bir daha da xoş gəlmişsiniz. Sizi canlı görmək, sizin kitabınızı biz ilk səfər Firman və Kəşərli adlı kitabxanada tanımla tanış olduq. Orada bizə bir kitab verdi, gətirdik kitabxanaya. 5-ci asrın şagirdləri həmin kitaba görə növbəyə düzüldülər. Bir götürdülər, hekayələri gəldən əzbər danışdılar, şeirləri əzbər danışdılar və bugün budur, uşaqlar, sizin o İncilin Nağıl Dünyası kitabının müəllifi, yazıcımız bizim tədbirimizə, bizim oxu gününə, kitab bayramımıza təşrif buyurub, xoş gəlmişsiniz. Çox sağ olun, dəvətimizi qəbul Deməli, qeyd elədiyim kimi,
yazıcı bize bir kitabını hediye eləmişdi. Biz gördük kitabxanaya ve 5. A sinif şagirdləri həmin kitabı götürdülər, okudular. Sonra bize müdiriyyət tərəfindən aile fəaliyyət planı gəldi ki, bir yazıcı ilə görüş təşkil edin. Biz məmuriyyətlə seve-seve dərhal ağlımıza ve siz gəldiniz, dəvət elədik və uşaqlar da sizin şeirlərinizi, həmin o kitabdan olan şeirləri, hekayələri öyrəndilər. İndi tədbir boyu 5. A sinif şagirdlərinin ifasında öz hekayələrinizi, şeirlərinizi dinləyəcəksiniz. Yəqin ki, nəzərə alacaqsınız, onlar da uşaqdırlar, görməzlər. Amma dediyim kimi, siz uşaq psixologiyasına onu da yaxından bələdsiniz ki, həqiqətən onların birbaşa ruhuna təsir elədi, həmin hekayələr, şeirlər. Yəni, onlar sənədləşdiriblər, şeirlər hazırlayıblar. Onların çıxışından əvvəl 5. A sinifinin sinif rəhbəri, sevilən ədəbiyyat müəlliməmiz Pərvanə müəlliməni dəvət edək. O da kitaba olan, mütaliəyə olan sevgisi, marağı ilə fərqlənir məktəbimizdə. Kitab haqqında, kitab günlüğü haqqında bir şeir söyləyəcək. Onun ifasında həmin şeiri dinləyək. Sonra isə sözü verərik balaca dostlarımıza. 5. A sinif şagirdlərinə qabaqcadan hər birinə təşəkkür edirəm. Sinif rəhbərləri Pərvanə müəllimə, valideynlərə təşəkkür edirəm. Çox istedadlı, çox gözəl uşaqlardır. Çox sağ olun belə gözəl uşaqlara, istedadlı uşaqlara görə. Hər birinizə təşəkkür edirik. Buyurun Pərvanə müəlliməyə zəhmət olmasa sizi dinləyək. Salam əziz iştirakçılar, hər kəsi təşəkkür edirəm, valideynləri salamlayıram. Gələn qonağımız Mehriban xanım, təşəkkür edirəm. Bugün bizim belə bir gözəl günümüzdə tədbirimizə qatırdınız. Və kitab haqda Safra xanım bütün sözləri dedi, yəni mən əlavə etməyə heç bir söz qoymadı. Mənə qalır kitab haqda gözəl bir şeir söyləmək. Kitab. Ey könül, ümmanlar coşsun səsində. Sözün qanad açan günüdür bugün. Bütün insanlara mən uca səslə deyirəm, kitablar günüdür bugün. Bayramım mübarək, kitabım mənim. Zəfərlər, hünərlər izləyir səni. Şöhrətin ən uca zirvəsindəsən, hələ çox hünərlər gözləyir səni. Gəlibdir bizlərə qonaqlar bugün. Dinlə ürəyimin tellərini sən, gül çiçək səpilsin yollara bugün. Necə də şirindir dillərin sənin. Sözlərin layla tək qəlbimə düşdü. Xəyal qanadlandı, sanki bir quşdur. Yazılmış hər kəlmən mənə tanışdır. Çünki məhsulusan həyatın kitab. Ürəyi oxşayan sözün söhbəti, gedərmi ürəkdən heç məhəbbəti, silinməz fikirdən xalqa ülfəti, ürək sözlərini eyləri kitab. Təşəkkür edirəm. İndi isə səhnəyə, yəni buyursun 5 A sinifinin uşaqlarının hazırladığı gözəl bir tədbirə. Buyurun, bax. Mehriban Nariyeva, dastana dönən Xudaya. Yaxın gəlin uşaqlar. Sizə söyləyəcəm gerçək nağıllar. Bir igid var idi, adı Xudayar. Həm də məlahətli, gözəl səsi var. Qarabağ səmasın buludu alanda, düşmən yurdu tutub zəfər çalanda, Xudayar qəzəbdən yata bilmədi. Sübdən durub dəmi paltar geyindi. Baxışları dəyişmişdi, hisli idi, qəzəbli. İki qılıncını belinə taxdı. Bu dəm anasının göz yaşı axdı, dedi. Ay Xudayar, hara gedirsən? Bu yol qorxuludur, bunu bilirsən. Gözəl balam, birdən şəhid olarsan. Bu cavan ömründə gül tək solarsan. Xudayarın üzünə təbəssüm qondu. Anasına baxıb gözləri doldu. Dedi ki, ay ana, Qarabağlarda, axı necə rahat olum mən buralarda. Vətən anadır, onu necə tərk edim. Qarabağlı düşmənlərə tutaydım. Canım anam, mən bu yoldan bil ki heç vaxt dönmərəm. Düşmənlərin çırağını söndürməsəm dönmərəm.
Azərbaycan bayrağını Qarabağın zirvəsinə sancacam. Şəhid olsam o bayrağa mən göylərdən baxacam. Belə deyib, anasıyla halallaşdı Xudayar, öpdü üz gözündən, sağollaşdı Xudayar. O vaxtdan yastığı daş oldu, yorğanı da qar. Döyüşdən döyüşə getdi Xudayar. Həm də gözəl səsi var idi axı, mahnıyla qəlbləri o fəth edirdi. Döyüş yoldaşlarına bəxş eləyirdi sevinç. Düşməni əzib edirdi gülünç, özünə dumandan xeymə qururdu. Düşmənin belini oğul qırırdı, elə hey mahnı oxuyurdu Xudayar. Döyüş yoldaşlarını eləyirdi bəxtiyar. Dostları heyran olmuşdu səsinə, Xudayarın gülüşünə, nəfəsinə, səsinə. Deyirdilər mahnı oxu dincələk, biraz sevinək, biraz əylənək. Artıq neçə yurdu azad etmişdi, Zəngilanın Ağbəndinə getmişdi. Ağbənddən çox güclü döyüş başladı. Xudayar döyüşdə lap qabaqdadır. Sinəsində tüfəng, qaçır irəli, məhv edir, əzir keçir düşməni. Birdən namərd gülləsinə tuş gəlir, göydən yerə nə qədər mələk gəlir. Səmadan ulduzlar axır üstünə, anası da gəlmiş, sınav çəkir telinə. Can verir igidim dilində vətən, dumandan xeyməsi ətrafında sən. Günəşin nurundan paltar geyinir, cənnətə gedir deyə sevinir. Yenə o gözəl üzündə gülüş, çöhrəsində yenə təbəssüm vardır. Xudayar hər zaman yaşayacaqdır, daim qəlbimizdə yurt salacaqdır. İndi bayrağımız dalgalanır o gözəl Qarabağda, Xudayar dastanı dolaşır dillərdə, dodaqlarda. Eyle bülbüle çəmən yapşılır.
baxdıqca elə sevinir gülür. Pişik şəkili görəndə miyav miyav eləyir. Gəlincik şəkili görsə onu öpmək istəyir. Deyir ki, qoy saçını telini sığallayır. Cücə şəkili görəndə deyir gəl qucaqlayım. Hələ başa düşmür ki, bu kitabdır, şəkildir. Axı çox balacadır. Hələ məktəbə getmir. Məktəbə getməsə də kitabları çox sevir. Şəngi bayrama baxıb fərəhlənirəm. Dağlananı zirvədə orduma güvənirəm. Küləklər sığallayır, necə də parıldayır. Bax buludlara çatıb, sanki nəğmə söyləyir. Bu zəfər nəğməsidir, Xudayarın səsidir. Deyir vətən yaxşıdır, Poladımın səsidir. Deyir haydi irəli, bu bayraq enməyəcək. Ay ulduzun ışığı heç zaman sönməyəcək. Nağıyevaya aid olan Fəridənin yalan hekayəsinə. Bir tembel kız var idi. Adı Feride olan bu kız 1. sınıfta okuyordu. Derslerini okumakta tembellik edip her tapşırıklarını yansıda üz gözü turşudup değinirdi. Diyeceğim ne ders oku demesinler. Diye könülsüz düşünürdü. Bir gün onun anasının ucadan sesi geldi. Feride gel derslerini oku. Ay ana okuyacak da biraz oynayayım. Bayaktan oynayırsan sonra yolun diyeceksen ki yatıram. Ana beşti de. Bu söhbətlər hər gün Fəridəgildə baş verirdi. Fəridə isə hər gün dərslərindən 4 alırdı. O 4-lərdə anasının gücünə idi. Anası Fəridəni güzbala ilə oxudurdu. Artıq onu danlamaqdan yorulmuşdu. Bir gün onun ucadan səsi gəldi. Bəsdir oynadın. Keçən otaqda derslerini oku. Fəridə yan otağa keçdi. Dərs stolunda oturub gündəliyini açdı. Sabahki dərslərə könülsüz nəzər saldı. Müəllimə payız haqqında gözəl bir şeir vermişdi. Bu kadar şeyi kime öğrenecek? Deyə düşünürdü. Ansa kitabı o yana bu yana vərəqlədikdən sonra onun ağlına bir fikir gəldi. Aklıma bir fikir geldi. En yaxşısı ben bu kitabın vərəqini cırıb, anama da diyerek ki, kitap köhnəydi, vərəqi cırıblar. Necə düşündüsə elə də etdi. Fəridə vərəqi cırıb işlənməyən yorğan döşəklərin arasına qoydu. Daha sonra isə cəld anasının yanına həyata qaçdı. Ana, mənimə şehir vermişdi, amma ki, mən də o vərəq cırılıb. Ana həyəcanla. Necə yəni? Cırılıb da, görmürsən köhnədir. Hansı vicdansız bir kitabı cırıb? Onda git qonşu gülüdən kitabı al gəl. Necə alıb? Bəs o da dərs oxumalıdır axı. Heç verək. Yox, Fəridə, sən dərs öyrənməmək üçün bəhanə axtarırsan. Elə bu vaxt küçə darvazasının qapısı açıldı. Gələn Fəridəgilin yaxın qohumu olan Səkinə xala idi. Xoş gəlmişsən Səkinə. Xoş gördük, Sevinç, necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam, bəs mənim balaca balam Fəridə hanı? Buradayam Səkinə bibi, xoş gəlmişsən. Xoş gördük Fəridə. Fəridə dərsləri necə gedir? İndi belə də. Səkinə xala uzaq şəhərdə yaşayardı. Onun hər gəlişi toy bayram olardı. Anasının başı qarışmışdı əziz qonağı qarşılamağa. Fəridənin də əldən sanki fürsət düşdü ki, sabahki dərslərini hazırlamasın. Ana Fəridəyə ha qaç göz, ha inci belə tutma sözü dinləmirdi. Ay, ana, sorulub, necə oxuya bilərsən? Git Fəridə, dərsimi oxu. Fəridə. Fəridə ananı dinləmirdi. Sonra isə əlaya çəkiləndən sonra ana keçdi ki, yan otağa gələn qonaq üçün gözəl bir yer salsın. Ana təzəcə ilə qırmızı ipək yüzü yorğanı götürmüşdü ki, yerə sərsin. Onun arasına bir vərəq düşüb yerə düşdü. Ana cəld o vərəqi götürüb ona baxdı. Nə? Hay şeyi? Daha sonra isə cəld Fəridəni çağırdı. Fəridə, Fəridə! Gəlirəm ana, nə olub? Fəridə ananın titrək əllərində cırdığı kitabı və vərəqi görüb dik atıldı. Sən bunu hardan tapırsan? Deməli mənə yalan dedin Fəridə, kitabı sən cırmısan. Ailə üzvləri hamısı Fəridəyə təəccüblə baxırdı. O isə gah cırdığı vərəqə, gah da anasına baxıb çox üzülürdü. Ana, bağışla məni, bir də etməyəcəyimi seçdi.
Kitabları yararsız hala salmışsınız əziz dostlar. Bu kitablar sizə Azərbaycan dövləti tərəfindən bir nəsilində istifadə üçün verilir. Siz də bu kitabları səliqəli və sədaqətli saxlamalısınız ki, gələn il məktəbli yoldaşlarınız bu kitabı sizin kimi rahat istifadə edə bilsin. Ölümsüzlükdür. Kitab insan həkimlərləri iqtidardır. Kitab itmiş başların abidələridir. Az pulla böyük sərvət əldə etmək istəyirsənsə kitab al. Kitab heç vaxt aldatmayan yoldaşdır. Kitab bilik mənbəyidir. İzmanın bədənə göstərdiyi təsiri kitab oxumaqda beylə göstərir. Kitablar bizi ötən əsrlərin varisinə edir. Onu oxumamalıdır. Başa, mənim gözəl Qaramağım, Şuşadakı oynaqlarım, düşmənin əlinə getdi, insanları əsir aldı, yurdu pərən-pərən saldı, viranə qoydu elləri, sustu kamanın telləri, Şuşa sankitinə gəldi, Egiptlərinə söylədi, hey zəhramanlarım, qalxın, azad edin məni, yıxın, məhv edin düşməni. Egiptlər ayağa qalxdı, xəncəri belinə taxdı, 44 gün yol gedib, çatdılar Şuşa damına, düzür oynanına. Düşməni əzib keçdilər, İsa bulağından, sərin su içdilər. Cıdır düzündən yandı oynayıb, dağ başında tonqal qalayıb, Şuşa qalasına bayraq saçdılar. İtti bayrağımız dalğalanır Şuşada, İgidlərin keşik çəkir qafada, Azərbaycan ucu oldu dünyada, şanlı ordunlar olasan hər zaman, bu gerçəkdir Qarabağ, Azərbaycan. Bahar şehri. Bahar geldi uşaklar, çiçeklendi. Bahar geldi uşaklar, çiçeklendi. Çəmən dağ, quşlar nəğmə oxurdu. Çəmən xalça toxurdu. Çəmən xalça toxurdu. Naxışları güllərdən, kəm aldı bülbüllərdən. Arılar vızıldadı, şirən çəkdi güllərdən. Yağışlar yağdı şürşür, çaya bax necə daşır, qarışqalar çırpdılar, gözəlliyə baxdılar. Nə qəşəng oldu çəmən, nə gözəldir yasəmən. Sonra gəldi para düzəl, gözəlləşdi hər düzəl. Kəpənəklər uçuşurdu, harı bülbül Şuşada. O sıldırım qayada, həsrətlə bizi gözləyir, öz-özünə bayantılar söyləyir. Mən aşiqəm Şuşaya, elim döndü Şuşaya. Sevin ayxar bülbül, şadlıq elər Şuşada.
salma. Ah bu torpaqlar babamdan miras, otur sözlərimə yaxşı qulaq as. Canlı Sveydi doğma Azərbaycana, yenilməz ordumla qalib gəldik düşmənə. İgidlərin şəhid oldu, canını qoydu vətənə. Çəkil torpağından, ey mənfur düşmən. Her sever süt çalır, güneş batırdı. Saçına alımdan çelenk takırdı. Aktarırdı, aktarırdı kanı yüzünü. Şişada biter, o güzel günü. Kanı bülbülü, kanı bülbülü. Etimli gezer, kanı bülbülü. Şuşan ağlarım, şuşan ağlarım. Harı bülbülü, ezan ağlarım. İle sevindi, güneş demekte. İç renkli bayrağım dalgalananda. İle sevindi, güneş demekte. İç renkli bayrağım dalgalananda. Kar bülbülü, kar bülbülü, etimli gezer, kar bülbülü. Bu güzel hikayelerin, bu güzel şiirlerin müellifi, güzel konağımız Mehriban Hanım Nağıyeva'ya verək. Uşaqlara dərin təşəkkür edirəm. Həqiqətən mənim bu səslənizdə gözlərim yaşarır. O qədər mənalı, o qədər gözəl hazırlamışsınız. Bir daha təşəkkür edirəm. Nə deyəcəyimi bilmirəm həqiqətən. O qədər sevindirdiniz ki məni. Mən də bu uşaqlar üçün yazıram. İstəyirəm ki uşaqlar maariflənsin. İstəyirəm uşaqlara vətənpərvərliyi bax bu cür aşılayım. İstəyirəm uşaqlarda məhdud xüsusiyyətlər
İstəyirəm uşaqlar bax belə vətənpərvər böyüsünlər. Mənim də vətənim işğaldaydı, Zəngilanlıyam mən. Deməli, bu vətən şehirləri məndə həqiqətən o qədər istəm, o qədər gözəl alınır. Mən tədbirlərlə həmişə bax belə şehirləri dinləyəndə göz yaşlarıma hakim ola bilmirəm. İndi də bax belə oldu. Çox təşəkkür edirəm. Bu uşaqların müəllimlərinə təşəkkür edirəm. Belə gözəl hazırlayıb. Safra xanıma, bu məktəbin rəhbərliyinə çox təşəkkür edirəm. İndi istəyirəm kitablar haqqında, Safra xanım o gün mənə deyəndə kitab haqqında elə həmin dəqiqə bir şeir yazdım. O şeiri oxumaq istəyirəm. Kitablar haqqında mənim çox şeirlərim var. Amma sırf Safra xanımın sözü ilə belə bir kitab yazdım. Belə bir şeir yazdım. Yaxın gəlin uşaqlar, sizə çoxlu sözüm var. Bilmək istəyirəm ki, kitabları sevirsinizmi? Uca zirvələri fəth etmək istəyirsiniz? Deyin görün uşaqlar, çətinliklər sizi qorxudur. Əgər belədirsə, yaxın oturun. Mənim nəsiyyətimi çoxlu oxuyun. Kitab sizə yol göstərər. Bir yol ki, günəş kimi, parlaq olar, ulduzlar kimi, ay kimi. Kitab sizi ən uca zirvələrə aparar. Ən uca yerlərdə imzanız olar. Kitablar hər çətinliyi asan edər. Çünki kitablar bir işıqdır. Duyğu sabahlara bir yaraşıqdır. Bilik mənbəyidir kitablar. Yalnız onunla çiçək açar arzular. Bax, belə bir şey uşaqlar, deməli, Xudayarın bu poeması uşaqlar çox gözəl deyirlər, amma istəyərdim özüm də səsləndirim. Onlar Safra xanım səsləndirir. Mən bu poemanı ağlaya-ağlaya yazmışam. Özdə Xudayar mənim vətənimdə, Zəncilanda şəhid olmuşdu. O qədər təsirləndim, belə bir poema yarandı. Yaxın gəlin uşaqlar. Sizə söyləyəcəm gerçək qalınlar. Bir igid var idi, adı Xudayar. Həm də məlahətli, gözəl səsi var. Qarabağ səmasın bulud alanda, düşmən yurdu tutub zəfər çalanda, Xudayar qəzəbdən yata bilmədi. Sübdən durub dəmir paltar geyindi, baxışları dəyişmişdi, hırslı idi, qəzəbli. İti qılıncını belinə taxdı. Bu dəm anasının göz yaşı axdı. Dedi, ay Xudayar, hara gedirsən? Bu yol qorxuludur, bunu bilirsən. Gözəl balam, birdən şəhid olarsan, bu cavan ömründə gül təks olarsan. Xudayarın üzünə təbəssüm doldu. Anasına baxdı, gözləri doldu. Dedi ki, anacan, Qarabağdarda, axı necə rahat olum mən buralarda. Vətən anadır, onu necə tərk edim? Düşmürsən Qarabağı düşmənlərə pay edim. Canım anam, mən bu yoldan inan heç vaxt dönmərəm. Düşmənlərin çırağını söndürməsəm dönmərəm. Azərbaycan bayrağını Qarabağın zirvəsinə sancacam. Şəhid olsam o bayrağa mən göylərdən baxacam. Belə deyib anasıyla halallaşdı Xudayar. Öpdü üz gözündən sağollaşdı Xudayar. O vaxtdan yastığı daş oldu, yorğanı da qar. Döyüşdən döyüşə getdi Xudayar. Həm də gözəl səsi var idi axı. Mahnıyla qəlbləri o fəth edirdi. Döyüş yoldaşlarına bəxş eləyirdi sevinç. Düşmənləri əzib edirdi gülünç. Özünə dumanda xeymə vururdu. Düşmənin belini ovub dururdu. Elə hey mahnı oxuyurdu Xudayar. Döyüş yoldaşlarım eləyirdi bəxtiyar. Dostları heyran olmuşdular səsinə. Xudayarın gülüşünə, nəfəsinə, səsinə. Deyirdilər, mahnı oxu dincələk. Biraz sevilək, biraz əylənək. Artıq gecə yurdu azad etmişdi. Zəngilanın Ağbəndinə getmişdi. Ağbənddə çox ağır döyüş başladı. Xudayar döyüşdə hamı qabaqdadır. Sinəsində tüfəngi, qaçır irəli, məhv edir, əzir, keçir düşməni. Birdən namərd gülləsinə tuş gəlir. Göydən milənə qədər mələk gəlir. Səmadan ulduzlar axır üstünə, anası da gəlmiş.
sığal çəkir telinə. Can verir igidin dilində vətən, dumandan xeyməsi ətrafında çən, güneşin nurundan paltar giyinir, cənnətə gedir deyə sevinir. Yenə o gözəl üzündə gülüş, çöhrəsində yenə təbəssüm vardır. Xudayar hər zaman yaşayacaqdır. Daim qəlbimizdə yurt salacaqdır. İndi bayrağımız dalğalanır o gözəl Qarabağda. Xudayar dastanı dolaşır dillərdə, dodaqlarda. Dedim ki, mən bu şeiri əzbər bilirəm, özdə çox qəşəng deyirəm. Amma derim birdən çaşaram. Nəsəstəm, həyəcanla, yəni o qədər gözəl uşaqlar nümunələr göstərdilər. Mən həqiqətən çox sevindim. Bir daha təşəkkür edirəm. Bu kitabı mən Heydər Əliyev fondunu deməli sifarişi ilə yazmışam. Onlar mənə mövzuları verirdilər. Məndə bunlar hamısı real hadisələrdir. Mən bayaq Safra xanıma da danışdım. Hamısı həyatda baş verən hadisələrdir. Hətta Fəridənin yalanı, çox gözəl səsləndirdiniz. Çox təşəkkür edirəm. O da olmuş hadisədir. Bütün burada baş verənlər. Mən bu çadır gətirmişəm uşaqlar üçün. Bilsəydim belə çox gətirərdim. Beybə Safra xanım, mən sizə göndərəcəm. Taksi ilə göndərərəm sizə. Mərhət olun, iştirakçılara verərsiniz, kitabxanada da oxuyarıq. İnşallah. Yəni bu kitabda baş verən, ümumiyyətlə mən bütün yaradıcılığım demək olar ki, real hadisələrdir. Onları vəliləşdirib yazıram. İndi Allah qoysa 6-cı gün Dəniz Molda Ada məktəbi ilə görüşüm olacaq. Bax, orada Əsbərin Sehirli Zəmbili hekayəsi var, o mənə çox uğur gətirir. İstəyirəm onu da oxuyum. Orada mən onu kukla teatr kimi uşaqlara göstərəcəm. Oxuyum, sizin üçün yəqişlər axı olar. Əsbərin hekayəsidir. Bu da mən müəllimə işləyirəm. Deməli, öz qrupunda baş verən hadisədən yazmışam. Uşaqlar, tanış olun, bu qız Əsmərdir. Nədənsə xoşlamır o meyvələri. Anası bir zəmbül meyvə almışdı. Əsmər də hissəlib ondan küsmüşdü. Deyir də anacan, mənə cipsi al, bir də ki şokolad, dadı sanki bal. Meyvələri xoşlamıram mən. Axı bunları kimə almısan? Portağal dözmədi bu məzəmmətə. Zəmbildən hoppandı dedi Əsmərə. Sən niyə bil eləyirsən? Meyvələrin faydasını bilmirsən. Amma da Əsmərdən yaman incidir. Dedi, vitaminlərin ən birincidir. Kivinin əsəbdən ürəyi əsdi. O şişlənib dedi, daha bəsdir. Kök sakitcə baxırdı Əsmərə, dözümü yox idi belə sözlərə. Əsmər meyvələrin məzəmmətinə yaman əsəbləşdi, getdi dərinə. Qışqırıb vazadan şokolad aldı. Onun yadına bir sual saldı. Niyə meyvələrin cavabını vermirsən? Məgər sənin vitaminlərin yoxdur? Mən bilirəm axı, faydan çoxdur. Tez ol, bu meyvələri başa sal. Heç yana getmə, yanımda qal. Şokolad utana dilə gəldi. Dedi nə deyir? Meyvələr düz deyir. Hamı indi meyvə tərəvəz yeyir. Mənim tərkibimdə vitamin yoxdur. Vallah, qatları həddən çoxdur. Əslində var idi. Məni çoxmu qaynatdılar. Kahve düzəldəndə xeyrim yox oldu. Faydalarım getdi, ziyanım çox oldu. Sən məni demə, Əsmər, o meyvələri ye. Hamıya ziyanlı olmağını de. Cipsi o tərəfdə elə ağladı. Ah naləsi ürəkləri darladı. Dedi, bir zamanlar faydalı idim mən də. Bəhbəhlə yeyilirdim həm də. Amma məni doğradılardan nazik, qızardanda faydalarım oldu heç. Əsmər, sən məni yox, bu meyvələri ye. Nəsiyyətimi bütün uşaqlara de. Kivinin sevincdən gözü yaşardı. Onlar Əsməri başa salmağı bacardı. Meyvələrdən üzr dilədi Əsmər. Sığalladı, dedi bağışlayın dostlar. Zəmbildən bir qırmızı alma götürdü. Əvvəl yaxşı yudu, ləzzətlə yedi. Bəh, necə dadlıdır dedi. Meyvələr sevinib oldular xoşhal. Dadı ləzzətlidir, sanki
baldır, bal. Hem de ben bu şiirlerimi özüm mahnılarına bəstələmişəm. Çok sağ olun. Hem de ben bu şiirlere özüm mahnılarına bəstələmişəm. Mahnılar da çok güzel alınır. İnşallah bunlar da hazırlayıb. Uşaqlara əlbağar eləyəcəm inşallah. Bahar mahnısını istəyirəm öz səsimdə bir bilet oxuyun. Oxuyun, maraqlılar. Bahar geldi uşaqlar, bahar geldi. Çiçeklendi çemenda, çemenda. Kuşlar neve okudu, neve okudu. Çemen alçak okudu, alçak okudu. Mahnılar çoxdur, inşallah bir şeyler görürler. Qəlbi, daha doğrusu qəlbində həm Zəngilan yarası olan, həm də Zəngilan sevinci olan, Qarabağ yarası olan, Qarabağ sevinci olan bir xanımdır. Bir yazardır, bir dostumuzdur, bir el qızımızdır. Hər birinizin adından Mehriban xanım sizə xoş gəlmişsiniz deyirəm. Bizim şagirdlərimiz, bizim kollektivimiz ilk gündən sizi çox sevir. Kitabxanada sizi çox bəyəniblər. Gəlib ümumilikdə müzakirə eləyəndə sizi məktəbdə görmək bizə çox xoş oldu. Bugün bizim hansı ki şagirdlərimiz seçilib, onlar 5A sinif şagirdləridir. Onların çox vətənpərvər bir xanım sinif rəhbərləri var, Pərvanə müəllimə. Hansı ki, buradadır Pərvanə müəllimə, gəlin bura. Qəlbi, gözü hər zaman Qarabağ deyən, şəhidlərin ağlayan, qazilərin sevən, Azərbaycanın sevən, dininə, dilinə, prezidentinə, təhsilinə, vətəninə, xalqına xidmət edən bir xanımdır, bir müəllimdir. Bizim çox həddindən artıq geniş bir kitabxanamız var, zəngin bir kitabxanamız var. Safra xanımın sayəsində, Qonça xanımın sayəsində bu kitablardan bizim körpələrimiz, bizim balalarımız, şagirdlərimiz hər biri bəhrələnirlər. Əminəm ki, siz bizim məktəbi unutmayacaqsınız. Siz bizim məktəbdə həmişə tədbirlər keçirəcəksiniz. Sizi məktəbimizdə görmək, sizi dinləmək mənə çox xoş oldu. Bizim balalarımızdan çox xoş oldu. Kollektivimizdə çox xoş oldu. Həmişə sizi burada görmək ümidi ilə. Bizim məktəbə əlvida demir. Ona görə sağollaşar və hər zaman sizi belə gözəl tədbirlərdə görək. İnşallah gələn tədbirlərimizdə siz Zəngilan təfərrüatlarınızı bölüşün bizim balalarımızla. Xudayarın siz şeirin söylədiniz, sözün üzümdən doğrudan kövrəldim. Dedim, bəlkə də danışa bilməyəcəm, bəlkə də kövrəldindən səsim titrəyəcək aşağı yenə də sizi gördüm, kollektivimi gördüm, əzizlərimi gördüm, əziz valideynlərimiz var burada. Sağ olsunlar, onlar olmasa biz bu balaları tərbiyə edə bilmərik, onlar olmasa biz onları böyüdə bilmərik. Bizim məktəbimizdə bu valideyn, məktəb, şagird kucağı tam şəkildədir. Yəni, bizim valideynlərimiz, müəllimlərimizin, məktəbimizin dediyini deyir. Belə olduğu halda alərvan belə gözəl balalar tərbiyə edirik. İnşallah o balalarımızın səsi ucalardan gələcək. Əminəm ki, bu balaların içində Mehriban xanım kimi bir yazar da olacaq. Zəhra xanım kimi bir dilçi olacaq. Pərvanə müəllimə kimi dəyərli müəllimlər olacaq. Söz veririk uşaqlar. Çox sağ olun. Bir daha xoş olun. Həmişə sizi məktəbimizdə görmək ümidiylə. Mütləq, hər zaman sizi dinləməyə, sevə-sevə dinləməyə biz şadıq, sizi görməyə xoşum. Çok olan Elnare Hanım Zeynalova. Çok sağ olun. Çok teşekkür ederim. Gelmişsiniz. Valideynlərimiz, müəllimlərimiz, dəyərli Safra xanım, Pərvanə müəllimə, Mehriban xanımla bizim şagirdlərimizlə tanışdığına şərait yaratdığımıza görə, eyni zamanda İlahi xanım çox baxır. Belə yazar xanımı, belə şairəmizi, el qızımızı tanımaq bizim balalara qürur vericidir, nə xoşdur. Hansı ölkədə, harada olsalar bizim Azərbaycanımızda Mehriban xanım kimi bir şairə var, bir yazar var, bir musiqiçi var.
Yaxşı, biz danışacağıq. Deyəcək ki, bizim görüşümüz olur. Allah var eləsin. Oxu gününüz mübarək.